Herkese selam. Selamlar. Bugün bizim ilk iş günümüzdü. Daha doğrusu Cavid'in, ben de geldim kömeylemeye. Gözleyin sipariş gelsin. Deməli 6 dəqiqədə açmışıq. Hələ ki sifariş yoxdur. Gözləyirik. Özünüz necə hiss edirsiniz Cavid bəy? Heyecanlı. İlk sifarişimizi birazdan götürəcəyik. Sizlə də bölüşəcəyik. Hal-hazırda mərkəzdəyik. Burada sifarişlər daha çox olmalıdır. İlk sifarişimiz gəldi. Qəbul elə. Haran göstərir? Gözdə. Lana. Ha, sushirito. Burada biliyor hardadır. Neyse artık yakınlaşırıq restorana ilk sifarişimizi götürmeye. Gidək görək. Hələ ki tempini tuta bilməyib sumkan. O şimdi ben buradan gözləyirəm. Gevini götürəcək sifarişi. Özüm girmirəm. Karışmıram. Buradan məni də görə bilərsiniz. O şimdi belə sifariş götürdü, indi çıxır. Özüm daha heyecanlıyam, yani bildirmirəm. İlk sifarişimiz. Gel çok iyi. Sushi özde. Gözler açım. Bir dəqiqə. 5. Все. Aha, bağlayıram. Getdik. Ay çok maraqlıdır ama mənə xoşum gəldi. İlk dəfədir belə bir şey dedik. Verək göstərsən özlər gedir. Hə. Dilə də. Yaxşıdır da. Bütün bir yerdə sürüm nə olar? Bizə hələ çox şey lazımdır, çox əskiyimiz var. Ancaq sumkanı aldıq. Hər şeydə pulla verirlər. O məncə biraz düzgün deyil. Velosiped işini həll eləmək lazımdır. Velosiped satın. Hə, bir dənə velosiped 100% götürmək lazımdır ya da skuter. Ayağına 19 dəqiqəyə göstər, amma velosipedlə 7-8 dəqiqə çox. 2 qatdan çoxdur. Niçivo, hələ təzə başlamışıq, özümüzü tutanacağında. Belə. Neysə belə, indi yollanırıq ünvana. Gedək suşimizi çatdıraq. Cavidin sürətində çata bilmirəm. Dəngiləməz oldu mən. Belə bir yerə gəldik. Hələ getməyə 10-15 dəqiqə var. Bravo. Onunki yuxarıda olar. Gel, tamamla.
İlk sifarişimizi belə yekunlaşdırdıq. Gidək. Gözləyək ikinci sifarişimiz haçan gəlir. Nəysə, ikinci sifarişimizi də götürdük. İndi gedirik onu götürməyə. Bu biraz uzaqdır. Hardasa 2,3 kilometr. No. Getdik. Gözlə. Getdik. Neyse sifarişimizi götürdük. İndi yollanırıq ünvana. Belə. Aslında velosipedlə rahatdır, çünki yaxın məsafədir. Məsafələr yaxındır. Yəni 1-2 kilometr olur. Bizi gecikdirən ancaq buradakı svetoforlardır. Çox təəssüf. Əsəb pozucudur. Belə. Mənə elə gəlir ki, bugünlük videonu yekunlaşdıracağım. Nə demək istəyirsiniz ilk gün barəsində? İlk gün barəsində hələ ki yaxşı gedir. Aha. Velosiped olandan sonra daha da yaxşı olacaq. İnşallah, inşallah hər şey yaxşı olar. Neyse dostlar, bu qədər bugünlük. Bəli. Nə demək istəyirsiniz? Takipdə olun, kanala abunə olun, videoları bəyənin, davamı gələcək. Mütləq. Hamınıza sağ olun.